Salam 44 kanalının dəyərli izləyiciləri, Changan Kyuan A06 bu dəfəki videomuzun mövzusu olacaq. Bu avtomobillər 2023-cü ildən istehsal olunurlar. 2024-cü ildə istehsal dayanır və bu maşınların adları dəyişir, loqo dəyişir və bu maşınlar artıq Changan UNI-V IDD adlanırlar. Bu maşınlarla UNI-V'lərin arasında xarici görünüşdə müəyyən fərqlər var. Üstəgəl, Changan UNI-V əsasən Avropa bazarı üçün istehsal olunub, lakin Kyuan A06-lar Çin bazarı üçündür. Amma artıq yeni model, yəni UNI-V IDD də artıq Avropa bazarına gedir. Yəni mən hər gün yola çıxanda demək olar ki, ən azı bir 15-20 dənə bu maşınlardan görürəm. Və özümə də həmişə maraqlı idi ki, niyə bu avtomobillər bu qədər yəni populyarlaşdılar son belə deyək də 1-2 il ərzində, qısa zaman ərzində. Çünki məsələn mən bu maşını ala biləcəyim qiymətə şəxsən öz fikrimdir bu. Changan UNI-V almazdım. Çünki mənim şəxsən avtomobildən gözləntilərim bir qədər fərqlidir. Lakin hamı mənim kimi fikirləşmir. İnsanlar var ki, sadəcə yeni avtomobil istəyirlər ki, uzun müddət problem barədə fikirləşməsinlər. Və bu cür adamlar da əllərində hardasa 30 min, 35 min manat aralığında büdcəsi olan adamlar da məhz bu cür avtomobillərə üstünlük verirlər. Çünki avtomobilin həm normal xarici görünüşü var, sportiv, həm texniki hissəsi baxımından artıq daha müasirdir, dinamikdir və s. Yəni, niyə də olmasın? Onu qeyd eləmək lazım ki, bu avtomobillərin bir qədər boya təbəqələri zəif olur. Hansı ki, artıq 100 min kilometrdən sonra xüsusilə də şəhərdən kənarda çox sürülən avtomobillərdə məhz ön buferdə və ya kapotda müəyyən xırda defektlər olur. Changan Kyuan A06 və UNI-V IDD eyni avtomobillərdir, lakin təkcə UNI-V fərqli avtomobildir və bu iki avtomobilin xarici görünüşdə müəyyən qədər fərqləri var. Məsələn, ön hissədən bu avtomobillərin ön buferləri fərqlidir. Artıq sadə UNI-V-də bu ortadakı işıq olmur və loqo da bu avtomobillərdə fərqlidir. Deməli, bu avtomobillərdə bir qədər öyrəşdiyimizdən fərqli qapı dəstəkləri istifadə olunub. Ümumiyyətlə, zavoddan bu maşınlara açarla yaxınlaşanda qapılar avtomatik açılır və uzaqlaşanda da avtomatik bağlanır. Yəni, bir də ya qapı dəstəklərinə və ya açara toxunmağınıza ehtiyac yoxdur. Lakin bu funksiya bəzən bezdirici olur deyə bəzi sürücülər bunu söndürürlər mərkəzdəki monitordan və artıq sadəcə yəni açarsız girişlə avtomobili açıb bağlaya bilirsiniz. Yəni, məsələn, bu düyməyə basanda qapı dəstəkləri çıxır hər dörd tərəfdə və qapı bu şəkildə açılır. Ümumiyyətlə, bagaj qapağını açmaq üçün yəni, həm salondan, həm açardan, həm buradan aça bilirsiniz. Bagajın açılma, bağlanma mexanizmi elektronikdir, yəni açarla da bağlaya bilirsiniz. Bu avtomobildə spoiler də var. Spoiler həm yəni, salondakı düymə vasitəsilə açılır, həm də ki, Super Race rejimində artıq spoiler avtomatik açılır. Eyni zamanda açardan da aça bilirsiniz spoileri. Bagajın həcmi 381 litrdir. Yəni, şəhər rejimində xüsusilə də yəni, kiçik ailələr üçün bəs eləyir. Lakin bagajla bağlı belə bir məsələ var ki, ümumiyyətlə biz bazardakı liftbacklərə baxsaq, məsələn, bu əsasən ya Skoda Octaviadır, hansı ki, onda artıq bagaj həcmi 600 litrdir. Və məşhur liftbacklərdən bir də BMW 4-cü seri F36-ya baxmaq olar. Düzdür, o biraz artıq ilk-köhnə avtomobildir, lakin onda da bagaj hardasa 480 litrdir. Və bu ikisinə baxanda artıq bu Changan Kyuan 06-nın bagajı bir qədər balaca qalır. Amma yəni, çətin ki, bu şəhər daxilində bir problem olsun. Bagajın özündə çox da maraqlı bir funksiyaları yoxdur. İşıq var burada bir ədəd. Bagajın altında ehtiyat təkəri yoxdur. Sadəcə belə bir şey qoyublar ki, əgər təkərə nəsə olsa, yəni doldurasınız müəyyən qədər. Bu mayedir, hansı ki, o boşluğu doldurur. Yəni, təmirə qədər müəyyən qədər gedə biləsiniz. Changan UNI-V ilə bu avtomobillərin arxa buferində də biraz fərqlər var. Məsələn, onlarda səs boğucunun başlıqları hər iki tərəfdə olur. Burada isə mərkəzdə belə bir hissə var. Bu əslində imitasiyadır, yəni fakedir, buradan tüstü çıxmır. Və bir qədər də optikada müəyyən fərqlər var. Məsələn, Changan UNI-V-də artıq duman işığı mərkəzdədir. Bunda isə görürsünüz ki, mərkəzdə duman işığı yoxdur.
belə bir mənfi xüsusiyyət var ki, oturacaqların qızdırılması yoxdur, sükanın qızdırılması yoxdur, amma ümumiyyətlə oturmaq özü rahatdır. Sərnişin və sürücü oturacaqlarının elektronik tənzimlənmə funksiyası var. Düzdür, yalnız sürücünün oturacağı yuxarı, yəni hündürlüyə görə tənzimlənir. Sərnişində bu funksiya yoxdur. Sükan mexaniki olaraq həm hündürlüyə, həm də özünüzə tərəf tənzimləyə bilirsiniz. Sol tərəfdə kruiz kontrolun idarə olunması var, sağ tərəfdə isə multimedianın idarə olunması var. Naqilsiz şarj eləyə bilirsiniz öz telefonlarınızı, yəni sadəcə telefonu qoyursunuz bura və şarj başlayır. Monitor var. Düzdür, bu monitorlar artıq Android Auto və ya CarPlay ilə təchiz olunmur. Deyilənə görə sonradan yazmaq olur bu funksiyaları, amma zavoddan gəlmir. Üstəlik monitorlar yalnız Çin dilindədir və Azərbaycan dilindədir. Üstəlik monitorlar yalnız Çin dilində və ingilis dilində olur. Monitor özü sensordur və kifayət qədər də tez işləyir. Qeyd edim ki, bu maşınlarda klimat kontrol yalnız bir zonalıdır. Yəni sərnişin və sürücü özlərinə görə ayrı-ayrılıqda havanı tənzimləyə bilmirlər. Yalnız bir ədəd temperatur qoymaq olur. Ön şüşənin və arxa şüşənin qızdırılma funksiyası var. Qeyd eləmişdim, oturacaqların qızdırılması yoxdur. Burada bir Super Race düyməsi var, hansı ki bu maşınlarda məşhur düymədir. Hansı ki bir qədər avtomobilin xarakterini dəyişir. Bir qədər yox, əslində kifayət qədər avtomobilin xarakterini dəyişir və maşın artıq daha sportiv vəziyyət alır. Sükanın arxasında cihazlar paneli var, hansı ki 3 monitordan ibarətdir. Soldakı monitor yalnız saatı və çöldəki temperaturu göstərir. Mərkəzdəki monitor spidometrdir və sağdakı monitor da gediş məsafəsini və klimat kontrolunun göstəricilərini göstərir. Burada istifadə olunan materiallar kifayət qədər, buna bax. Salonda istifadə olunan materiallar olduqca keyfiyyətlidir. Burada dəri imitasiyalar var, gördüyünüz kimi. Demək olar ki, hər yerdə qeyd eləmişdim, sükan özü dəri ilə üzlənib. Bura artıq yumşaq plastikdir qapılarda. Bura yenə dəridir və mərkəzdə bir qədər sərt plastikdən istifadə olunub. Düzdür, plastik matdır. Yəni bu artıq cızıqları o qədər göstərməyəcək. Amma bəzi yerlərdə artıq parlaq plastikdən istifadə olunub. Düzdür, buralar artıq əl dəyməyən yerlərdir deyə ümid edirəm ki, artıq yüksək yürüşlərdə cızıqlar əmələ gəlməz. Bu avtomobilin salonda əsas özəlliklərdən biri də registratorun olmasıdır. Bu artıq zavoddan qoyulmuş registratordur və siz avtomobili işə salanda registrator daimi işləməyə başlayır və lazım gələndə artıq registratorun çəkdiyi görüntünü məhz yaddaş kartına da köçürdə bilirsiniz. Mərkəzi tunelin alt hissəsində USB çıxışı var, kart qoymaq üçün yer var, 12 voltluq soket var, dirsək altlığı var, olduqca genişdir. Elektron parklanma tormozudur, avtoholddur, sürüş rejimləridir və 360 dərəcə kamerada var. Yəni görüntü olduqca keyfiyyətlidir. Həm 2D, həm də 3D variantında baxa bilirsiniz. Yəni, bu da avtomobili park eləyəndə sizə kömək eləyəcək. Bu avtomobil panoramik tavanla təchiz olunub, lakin daha sadə versiyalarda sadə lükdə olur. Ön oturacaq mənim boyuma görə tənzimlənib, yəni 175 sm. Əslində mən öz arxamda otura bilirəm, gördüyünüz kimi kifayət qədər diz məsafəm var, baş məsafəm də var. Oturmaq rahatdır, yəni arxa oturacaqlar o qədər dar deyil. Mərkəzi tunel də çox hündür deyil, yəni 3 nəfər burada otura biləcək. Dirsək altlığı var, 2 ədəd stəkanlı. Belə bir mənfi xüsusiyyət var ki, ön oturacaq bir qədər alçaqdır deyə, məsələn, sizin daha böyük ayaqqabılarınız olsa, ayaqqabılarınız yerləşməyəcək bura. Sərnişinlər üçün çox da bir funksiyalar nəzərdə tutulmayıb. Məsələn, burada oturacaqların qızdırılması yoxdur. Sadəcə hava deflektorları var, bir ədəd USB çıxışı var və bu qədər. Kuan 06-nın kapotunun altında hibrid mühərriki var. 1.5 litrli benzin mühərrikidir. 110 at gücündə 4 silindirdir, atmosferdir. Bir də ki, elektrik mühərriki var, hansı ki 190 at gücü istehsal eləyir ayrıca.
Lakin bu konstruksiya ümumilikdə 215 at gücü istehsal edir. Sıfırdan 100-ə sürətlənmə hardasa 7 saniyədir. Mühərriklər düzdür, təzədir deyə bunların dözümlülüyü haqqında nəsə demək tezdir biraz, yəni zaman göstərəcək. Amma mühərrik kifayət qədər qənaətçil mühərrikdir. Avtomobil plug-in hibriddir və siz bu avtomobili müxtəlif rejimlərdə idarə edə bilirsiniz. Məsələn, bir avtomatik rejim var, hansı ki artıq avtomobil özü tənzimləyir. Yəni benzin mühərrikini qoşmaq lazımdırmı, elektrikdə getmək lazımdırmı? Bir hibrid rejimi var, hansı ki həm benzin, həm elektrik bir yerdə işləyir. Bir də ki yalnız elektrik rejimi var və onda da ki avtomobil artıq elektrik enerjisinin hesabına gedir. Ümumiyyətlə bu avtomobilin sahibi bu maşını əsasən elektriklə sürür. Elektriklə idarə edəndə hardasa şəhər daxilində 100 km, 90 km belə hərəkət eləmək olur. Yəni bu da hardasa 1-2 gün maşını sürməyə bəs eləyir. Və artıq maşın sırf benzin hesabına gedəndə biraz dinamika zəifləyir. Çünki məlum məsələdir ki, 1.5 litrli atmosfer mühərrikdir və artıq benzin sərfiyyatı biraz artmağa başlayır. Lakin belə yəni sadəcə elektrik mühərriki hesabına gedəndə çox qənaətçil avtomobildir. Batareya burada 19 kW-dır. Bateriyanı şarj eləmək üçün 2 variant var. Bunu ya ev şəraitində şarj edirsiniz, ya da bu elektrik stansiyalarında. Ev şəraitində hardasa 5-6 saat bu civarlarda şarj olunur. Stansiyada isə hardasa 1 saata çəkir. Stansiyada artıq şarj eləmək hardasa 5 manatdır. Lakin ev şəraitində çox ucuzdur. Yəni ayda hardasa 20 manat falan belə bir məbləğ eləyir. Yəni bu cür avtomobil üçün məncə bu çox yaxşı göstəricidir. Avtomobilin benzin çəni tam olsa və full şarj olunsa, bu avtomobil hardasa 1100 km bu formada bir mənzili var. Yəni uzun yola artıq rahat çıxa bilərsiniz. Yəni bir də yolda elektrik stansiyası tapmaq və s. kimi bir problem olmayacaq. Yəni benzin mühərriki də çətinliyə düşəndə avtomobil, yəni şarj və s. qutarsa, artıq avtomobili hərəkət elətdirə biləcək. Bir də ki, Changan Univelərdə artıq 1.5 litrli turbo mühərrik olur, hansı ki, o artıq hibrid mühərrik deyil, sadəcə benzin mühərrikidir. O artıq 180 at gücü olur. Əslində, mühərrik olaraq, yəni klassik, müasir 4 silindrli turbo mühərrikdir, hansı ki, eyni texnologiyaları Ford da istifadə edir, Chevrolet də istifadə edir. Yəni, alüminium bloklu çuqun gizli motordur. Ömrü də hardasa 250 min kilometrdir. Yəni, yaxşı benzindən, yaxşı yağdan istifadə edirsiniz və çətin ki, həmin o 1.5 litrli turbo mühərrik isə nəsə bir problem yaratsın. Bu maşının çox maraqlı bir funksiyası var. Aktiv cruise control. Məsələn, hal-hazırda qabaqda maşın gedir və mən sükandakı bu düyməyə basıram və artıq monitorda da gördüyünüz üzrə qabaqdakı maşını nəzarətdə saxlayır və ona uyğun hərəkət eləyir. Yəni o sürətlənəndə biz də sürətlənirik. Üstəlik zolaq tutma funksiyası da aktivdir və mən əlimi sükandan buraxsam da avtomobil özü idarə eləyir zolağa görə. Və bu funksiya uzun yollarda əlbəttə ki, daha yaxşıdır sürücünün yorulmaması üçün. Lakin şəhər daxilində də müəyyən prospektlərdə belə sürə bilərsiniz. Və hal-hazırda xəbərdarlıq verir ki, sükanı özün idarə elə. Avtomobilin səs izolyasiyası düzdür, yüksək səviyyədə deyil, amma pis də deyil. Yəni, hardasa 5 üzərindən 3 vermək olar. Bu avtomobilin üzərində qeyd edim ki, askı sistemində biraz dəyişiklik olunub. Yəni, burada idmanlı yayları quraşdırılıb və avtomobil müəyyən qədər aşağı salınıb. Yəni, standart versiyadan bir neçə santimetr daha alçaqdır. Düzdür, bu avtomobilin idarə olunmasını daha yaxşılaşdırır. Amma standart versiya belə idarə olunma cəhətdən özünü yaxşı göstərib.
Ümumiyyətlə, askı sistemi avtomobilin çox da sərt deyil, balanslıdır. Yəni, həm komfort, həm idarə olunma baxımından yaxşı balanslanıb və nahamarlıqları da askı sistemi çox rahat qəbul edir. Aşağı sürətlərdə dönmə işığını yandıranda monitorda görüntü yaranır, lakin biraz yuxarı sürətlərdə artıq bu görüntü vermir. Üstəlik, arxadan maneə hiss eləyəndə də avtomobilin arxa görüntü güzgülərində xəbərdarlıq işığı yanır. Bu avtomobilin askı sistemi öndə McPherson dayaqlardır, arxada çoxlinkli askı sistemidir. Bunlar əlbəttə ki, idarə olunmaya müsbət təsir eləyir. Askı sisteminin dözümlüyü ilə bağlı çox şeylər demək olmur, çünki avtomobillər təzədir. Lakin zaman göstərəcək ki, bu askı sistemləri özünü necə göstərir. Sürətlənməsi çox yaxşıdır maşının, xüsusən də bu hibrid rejimində və elektron rejimdə. Yəni, avtomobil fikirləşmir. Lakin avtomobil sırf benzin mühərriki ilə hərəkət eləsə artıq biraz çətin olacaq ona sürət yığmaq. Çünki benzin mühərriki çox kiçik həcmlidir və biraz əziyyət çəkəcək. Burada Super Race rejimi aktivdir və gördüyünüz kimi cihazlar panelinin forması dəyişdi. Düzdür, hal-hazırda olduğumuz şəraitdə biraz çox da sürətlənmək alınmayacaq, amma müəyyən qədər yoxlamaq olar. Həqiqətən maşın çox qəşəng sürət yığır. Eyni zamanda əyləc sistemi də çox informativdir və çox çevikdir. Yəni, bu maşına bəs eləyir. Artıq hardasa 80 km/saat sürətdən sonra benzin mühərriki də qoşulur və bir qədər sürətlənməni daha yaxşılaşdırır. Qeyd edim ki, hal-hazırda bateriya 50%dir və ona görə də bu sport rejim özünü tam göstərmir. Lakin sahibi qeyd edir ki, maşının dinamikası bundan da daha yaxşı olur və eyni zamanda əyləc sistemi də daha güclü ola bilir. Qeyd edim ki, bu avtomobildə eCVT sürətlər qutusudur, yəni elektronlaşdırılmış variator. Changan UNI-lərin turbo versiyalarında, yəni hibrid olmayan versiyalarında artıq CVT yox, robotik sürətlər qutusu istifadə olunur, 7 pilləli, 2 muftalı. Robotik sürətlər qutusunun dözümlülüyü baxımından məncə CVT-dən bir qədər geri qalacaq. Yəni, bunu praktika bizə göstərib, məsələn, digər avtomobillərdən və ona görə də məncə eCVT daha dözümlü olacaq, amma yenə də zaman bizə göstərəcək bunu. Və əgər siz özünüzə hardasa 30-35 min manat civarında sportiv görünüşü olan, yeni, müasir, yaxşı dinamikası olan bir avtomobil istəyirsinizsə, məncə Changan Kyuan 06 və Changan UNI ala biləcəyiniz yaxşı variantlardandır. Öz qiymətlərinə görə yaxşı xüsusiyyətlərə sahibdirlər və məncə bu avtomobillərə şans vermək olar. Bu qədər dəyərli izləyicilər, kanala və sosial media hesablarımıza abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sağ olun.